Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika dərsliyindən ümumiləşdirici tapşırıqlar mövzusunun məsələlərinə baxmış olacağıq. Əvvəlcə birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizdən soruşur ki, işin müsbət və mənfi olduğu, həmçinin iş görülmədiyi halların hər birinə nümunə göstərin. Biz bilirik ki, uşaqlar, əgər cismə təsir edən qüvvə yerdəyişmə istiqamətində olarsa, bu zaman iş müsbət olur. A, yəni böyükdür, sıfır olur. Yox, cismə təsir edən qüvvə əgər yerdəyişmənin əksi istiqamətində olarsa, bu zaman görülən iş mənfi olur. Əgər cismə təsir edən qüvvə F yerdəyişməyə perpendikulyar istiqamətdə olarsa isə, bu zaman iş görülmür. Yəni görülən iş sıfıra bərabər olmuş olacaq. İkinci sual. Qrafikə əsasən əvəzləyici qüvvənin işini hesablayın. Burada F əvəzləyici qüvvə, S isə qüvvənin təsiri altında hərəkət edən cismin yerdəyişməsinin qiymətidir. Uşaqlar, diqqət edək. Burada bizə verib ki, F-in qiyməti 20 Newtondur. Yəni F bərabərdir 20 Newton. Və yerdəyişməmiz nə qədərdir? S bərabərdir 4 metr. İşi soruşur, A bərabərdir sual işarəsinə. Biz bilirik ki, işin düsturu nədir? A bərabərdir F vurulsun S. Və eyni zamanda bilirik ki, iş qüvvə yerdəyişmə qrafikinin altında qalan fiqurun sahəsinə bərabərdir. O zaman bu fiqurun sahəsi A bərabərdir F vurulsun S deyildi. Yəni vuracağım 20-ni 4-ə edəcək 80 joule. İş nə qədərdir imiş? A bərabərdir 80 joule. Bu şəkildə hesablamış oluruq. İndi üçüncü tapşırığa keçək. Üçüncü tapşırıqda deyir ki, Azər qutunu yerdən qaldırır. A variantı. Qutu qaldırılarkən mexaniki iş görülürmü? Cavabınızı əsaslandırın. Baxın uşaqlar, biz qutunu qaldırarkən nə edirik? Azər qutunu yerdən müəyyən bir hündürlüyə qaldırır, düzdür? Müəyyən bir hündürlüyə qaldıranda S yerdəyişmə var? Bəli, var. Və qüvvə hansı istiqamətdədir bəs? Bax, qüvvə aşağıya doğrudur da, düzdür? Bu zaman S yerdəşmə yuxarıya doğru, qüvvə isə aşağıya doğrudur. Demək ki, bəli, iş görülürmü? Bəli, görünür. A variantında yazmaq olar. Perpendikulyar olsaydı görülməzdi. Bəli, görülür. B variantı. Bu zaman qutunun yer səthinə nəzərən potensial enerjisi necə dəyişər? Yer səthinə nəzərən potensial enerji. Əvvəlcə qutu yer səthində idi. Yəni, potensial bərabərdir 0 idi. Düzdür? Çünki hündürlüyümüz yox idi. Sonra qutu müəyyən bir H hündürlüyünə qaldırıldı burada. Və müəyyən bir H hündürlüyünə qaldırıldığına görə artıq hündürlük var və hündürlük varsa, demək ki, müəyyən bir potensial enerjimiz də var. Demək ki, bu zaman qutunun yer səthinə nəzərən potensial enerji necə dəyişir? Y potensial artır. İkinci sual, C variantı. Azər qutunu müəyyən hündürlükdə saxlayarkən mexaniki iş görülürmü? Üçüncü sualı bir fikirləşək uşaqlar. Üçüncü sualı bax, üzərində göstərim. Azər qutunu müəyyən hündürlükdə saxlayarkən, qutun artıq burada müəyyən bir hündürlükdə saxlanılır. Və saxlanılırsa, yer dəyişmə var burada. Xeyr, əlbəttə ki, yoxdur. Çünki axı burada məsafə dəyişmədi, yer dəyişmə olmadı. Sadəcə əlində saxladığına görə qüvvə təsir edir. Yəni, S bərabərdir 0 olduğuna görə, əlbəttə ki, işin düsturu necə idi? A bərabərdir F vurulsun S deyildi. İndi burada S 0-a bərabərdirsə, qüvvəni 0-a vurduqda iş əlbəttə ki, 0-a bərabər olur. Deməli, Azər qutunu müəyyən hündürlükdə saxlayarkən mexaniki iş görülürmü? Xeyr, A bərabərdir 0. İş görülmür. Belə uşaqlar. İndi dördüncü tapşırığa keçək. Dördüncü tapşırıqda bizdən soruşur ki, deməli, müəyyən hündürlükdən növbə ilə sərbəst buraxılan arabacıq tirciklə toqquşur. Nəticədə tircik müəyyən yerdəyişmələr edir. A variantı. Hansı halda tirciyin yerdəyişməsi daha böyükdür? Aha, baxın, diqqət edək uşaqlar, bu arxadakı birinci hal olsun. Bu da olsun, tutaq ki, ikinci hal.
Düzdür. Hansının hündürlüyü daha böyükdür? Əlbəttə ki, ikinci haldakı, düzdür. Bu ikinci hal deyil. Buna da birinci hal deyil. Hansı halda terciyin yerləşməsi daha böyükdür? Əlbəttə ki, ön hissədəki ikinci halda, buna indi ikinci demişiksə, ikinci halda tirciyin yerləşməsi daha böyük olmuş olacaq. Niyə? Ona görə ki, daha hündürlükdə olduğuna görə, demək ki, potensial enerji burada daha böyük olacaq. Yəni Y potensial 2 böyük olacaq Y potensial 1-dən. Potensial enerji nə qədər çox olarsa, demək ki, həmin arabacıq tirciyə gəlib dəydiyi müddətdə tirciyi daha çox uzağa aparacaq. Çünki enerjisi çox daha. O baxımdan. Deməli, hansı halda terciyin yerləşməsi daha böyük olacaqdır? İndi biz bunu qabaqdakını ikinci yazdığımıza görə ikinci halda. Yəni burada ön hissədə yazaq. Ön hissədə dayanan. Qarışıqlıq olmasın. B variantına baxaq. Hansı halda tercik üzərində daha çox iş görülür? Nə zaman daha çox iş görürlər? O zaman daha çox iş görürlər ki, bax, terciyin kütləsi dəyişir burada. Xeyr. Burada kütlə M bərabərdir nə qədərdirsə, tutaq ki, 1 kiloqramdırsa, burada da terciyin kütləsi M bərabərdir 1 kiloqramdır. Çünki terci həmən tercidir. Sadəcə olaraq dəyişən nədir? İkincisində daha çox uzaq məsafəyə gedir terci. Birincisində isə daha az məsafəyə gedir. Hansı halda tercih üzərində daha çox iş görülür? Əlbəttə ki, ikinci halda. Çünki o zaman tercih daha çox uzağa gedir. İkinci halda. C variantı hündürlüyü sabit saxlamaqla arabacığa çəki daşı qoyularaq kütləsi artırılarsa tercih üzərində görülən iş fərqli olarmı? İndi hər birini sileyim. Diqqət edək uşaqlar. Sanki ön hissədəkini görməyək. Arxa hissəsindəkini baxaq. Hündürlüyü sabit saxlamaqla. Yəni biz hündürlüyü sabit saxlamaqla arabacığa çəki daşı qoyaraqsa. Yəni bir də olmalıdır bu hündürlük tutaq ki, eyni formada idi tutaq ki və biz həmin arabacığın üzərinə çəki daşı qoyurduq. Çəki daşı qoyduqda əlbəttə ki, hündürlük sabit qaldığına baxmayaraq, baxın, Y potensialın düsturu nədir? M, R, H. Burada hündürlük sabit qalmağına baxmayaraq, çəki daşı qoyulduğuna görə kütlə ikincisində artacaq. Düzdür? Kütlə artırsa, demək ki, potensial enerji də artacaq. Məhz bu baxımdan hündürlüyü sabit saxlamaqla arabacığa çəki daşı qoyularaq kütləsi artırılarsa, demək ki, potensial enerji artacaq və tirci üzərində görülən iş fərqli olarmı soruşur? Əlbəttə ki, fərqli olacaq. Çünki potensial enerji artacaq axı o baxımdan. Əlbəttə ki, olar. Olar. Belə uşaqlar. Daha sonra 5-ci suala baxaq. 5-ci sualda bizdən soruşur ki, qaldırıcı kran kütləsi 6 ton olan yükü 1 saniyə müddətində 3 metr hündürlüyə bərabər sürətlə qaldırır. Verilənləri yazaq uşaqlar. Özümüzə ağ səhifə açaq. Çünki mane olmasın bizə yazdığımız zaman. Deməli, kütləsi 6 ton. M bərabərdir 6 ton. Çevirməliyəm 6000 kiloqram. Yükü 5 saniyə müddətində. T bərabərdir 5 saniyə. 3 metr hündürlüyə qaldırıb. H bərabərdir 3 metr. Bərabər sürətlə qaldırır. Diqqətlə fikir verək bura. Bərabər sürətlə qaldırır. A variantı yükə kran tərəfindən təsir edən qüvvə. A variantını hesablayaq. Yükə kran tərəfindən təsir edən qüvvə cisim bərabər sürətlə qaldırıldığına görə təsir edən qüvvə hələ ağırlıq qüvvəsinə bərabərdir. F bərabərdir mg ilə hesablanacaq uşaqlar. F bərabərdir mg deyirsə, M'imiz 6000 kiloqramdır. 6000 kiloqram vurulsa J də ona bərabərdir. Bu da edəcək 60.000 Newton. Qüvvəni tapdıq. İndi B variantında deyir ki, kranın mühərrikinin gücünü hesablayın. N bərabərdir sual işarəsinə. Gücün düsturu N bərabərdir. A bölünsün T idi, düzdür? A-nın yerinə F vurulsun H bölünsün T də yaza bilərəm. Gətirib yerinə qoysam uşaqlar, F-i tapdıq 60.000. Düzdür? H nə qədərdir bə? 3 metr, bax burada. 3 metr.
Zaman da 5 saniye. İxtisar gedir burada qalır 12.000. 3'ü 12.000 oranında edir 36.000 watt. İndi B variantında tapdıq ki, güc nə qədər imiş? N bərabərdir 36.000 watt-a bərabər imiş. Daha sonra 6-cı suala baxaq. 6-cı sualda bizdən soruşur ki, top bir nöqtəsində sərbəst buraxılır. Sürtünmə nəzərə alınmır. Hansı nöqtədə və yaxud da ki, nöqtələrdə A variantı. Topun yer səthinə nəzərən potensial enerjisi ən böyükdür. Uşaqlar, biz bilirik ki, potensial enerji nə zaman böyük olar? Potensial enerji o zaman böyük olur ki, cisim yer səthindən maksimal hündürlükdə olsun. İndi 1, 2, 3, 4, 5 hansı hündürlükdə, ya daha doğrusu hansı nöqtədə cisim yer səthindən maksimal hündürlükdə olacaq? Əlbəttə ki, biri 1 nöqtəsində olacaq. Bax, bu nöqtədə. İkincisi də 5 nöqtəsində. Yəni, 1 və 5 nöqtəsində cisim maksimal hündürlükdə olduğuna görə yer səthindən məhz bu nöqtələrdə də potensial enerji ən böyük olmuş olacaq. Yazarıq deməli, A variantına ən böyükdür 1 və 5. İkinci sual. Topun kinetik enerjisi ən böyükdür. Hansı nöqtədə topun kinetik enerjisi böyükdür? Yadımızda saxlayaq uşaqlar. Deməli, cisim hərəkətə başladığı anda, bax bu anda, potensial enerji maksimumdur. Amma bu halqanın ən dib nöqtəsində isə kinetik enerji maksimum olmuş olacaq. O zaman yazaram ki, deməli, topun kinetik enerjisi ən böyükdür. Hansı nöqtədə? 3 nöqtəsində. C variantı, top həm potensial, həm də kinetik enerjiyə malikdir. Hansı nöqtələrdə? Topun həm kinetik enerjiyə, həm də potensial enerjiyə malik olduğu nöqtələr isə ikinci və dördüncü nöqtələrdir. 2 və 4. İndi isə keçək uşaqlar 7-ci suala. 7-ci sualda deyir ki, düz xətlə bərabər sürətlə hərəkət edən cismin kinetik enerjisi 50 joule və kütləsi 2 kiloqram olarsa, onun sürətini hesablayın. Əvvəlcə biz verilənləri yazaq uşaqlar. Deməli, necədir? Y bərabərdir 50 joule və kütləsi N bərabərdir 2 kiloqram. Sürətini hesablamaq lazımdır. Bilirik ki, kinetik enerjinin düsturu Y bərabərdir mV'nin kvadratı bölünsün 2-dir. Və buradan V'ni tapsaq uşaqlar, kökün altında olacaq 2Y bölünsün M-ə. Yəni, gətirib hamısını yerinə qoysaq, kökün altında 2 vurulsun. Y-nin qiyməti 50-dir, düzdür? Gətirib yerinə 50 qoydum. M-imizin də qiyməti 2-dir. İxtisar gedəcək, kök altında 50 etmiş olacaq. Bu da bərabərdir 5 kök altında 2 metr bölünsün saniyə. Və sürəti nə qədər oldu? V bərabərdir 5 kök altında 2 metr bölünsün saniyə. Yəni, bu şəkildə hesablamış oluruq uşaqlar. İndi 8-ci suala keçək. 8-ci sualda bizdən soruşur ki, usta mismarı taxtaya vurmaq üçün əvvəlcə çəkici yuxarı qaldırır. Sonra isə sürətlə mismara vurur. A variantı. Çəkici yuxarı qaldırıb saxladıqda o hansı enerjiyə malikdir? Yenə də bax, uşaqlar, diqqət edək. Çəkic yuxarı qalxıb dayandıqda, yəni saxlamışam yuxarıda. Bu zaman cismin hündürlüyü maksimumdur, düzdür? Amma hərəkəti olmadığına görə, demək ki, kinetik enerjisi Y kinetik bərabərdir 0-dır. Amma maksimum hündürlükdə olduğuna görə Y potensial bərabərdir maksimum. Demək ki, çəkici yuxarı qaldırıb saxladıqda o hansı enerjiyə malikdir? Potensial. Çünki maksimum hündürlükdədir. B variantına baxaq. Çəkici sürətlə aşağı endirdikdə mexaniki enerji növləri necə dəyişir? Ən yuxarı nöqtədə idi, potensial enerjisi var idi, kinetik enerjisi yox idi. Amma mən onu sürət verəndə, sürət nədə idi? Y kinetikdə, bəli, Y kinetikdə sürət var idi. Demək ki, potensial enerji kinetik enerjiyə çevrilir. Deməli, çəkici sürətlə aşağı endirdikdə potensial kinetikə çevrilir. Və üçüncü C variantı, taxtaya vurulan mismar üzərində iş görülürmü? Bəli, taxtaya vurulan mismar üzərində iş görülür. Səbəb nədir? Çünki mismar aşağıya doğru gedəcək.
Yer dəyişmə aşağıdır. Qüvvə də aşağıya doğrudur. Hər ikisi eyni istiqamətdədir. Perpendikulyar deyil ki, məhz bu baxımdan iş görüləcək. Bəli. Daha sonra keçək uşaqlar 9-cu suala. 9-cu sualda bizdən nə istəyir? Deyir ki, kütləsi 6 kiloqram olan dron yer səthindən 0,5 kilometr hündürlükdə uçur. Dronun sürəti 36 kilometr bölünsün saat olarsa, tam mexaniki enerjisini hesablayın. Maraqlı sualdır uşaqlar. Ağ ləhvə açaq və məsələni həll edək. Əvvəlcə verilənləri yazın uşaqlar. Deməli, kütləsi 6 kiloqram, M bərabərdir 6 kiloqram. Yer səthindən 0,5 kilometr hündürlükdə. H bərabərdir 0,5 kilometr, çevirirəm 500 metrə. Dronun sürəti V bərabərdir 36 kilometr bölünsün saatdır. Bunu metr bölünsün saniyə də çevirəndə o metr bölünsün saniyə olur. Tam mexaniki enerjisini soruşur. Y tam bərabərdir sual işarəsinə. Tam mexaniki enerjinin düsturunu bilirik ki, Y tam bərabərdir. Y potensial plus Y kinetika. Düzdür? İndi yerinə qoyaq düsturları. Potensial enerjinin düsturu nədir? mgh. Bəs kinetikin düsturu mv kvadrat bölsün 2. Bəs salam uşaqlar. Gətiririk, hər birini yerinə qoyuruq. M'imiz 6 kiloqram, J'imiz 10-a bərabərdir, H'ımız da 500 metr. Üzərinə gəlirik. M'imiz yenə 6-dır, V'imiz 10-un kvadratıdır, bölürük 2-yə. İxtisarlarımızda aparırıq. 6-nı 5, deməli 3000 plus 100-ü 3-ə vuranda da 300. Edəcək 3300 joule. Deməli, tam enerjimiz nəyə bərabər imiş? Tam bərabərdir 3300 joule-a bərabərdir. Və 10-cu, sonuncu sualı izah edir uşaqlar. 10-cu sualda deyir ki, kütləsi 0,5 kiloqram olan polad kürə 1 metr hündürlükdən sərbəst buraxılır. Bax, kütləmiz var 0,5 kiloqramdır, hündürlüyümüz də var 1 metr. İndi deyir ki, havanın müqaviməti nəzərə alınmır. A variantı, sərbəst buraxıldığı anda kürənin potensial, kinetik və tam mexaniki enerjisinin nəyə bərabərdir? Baxın uşaqlar, sərbəst buraxıldığı anda cismin dayanmışdı axı. Dayandığına görə sürəti yox idi. V bərabərdir 0-a. Amma maksimum hündürlükdə idi, düzdür? Demək ki, cisim sərbəst buraxıldığı anda A variantını buradan yazıram. Potensial enerji maksimumdur. Kinetik enerji 0-a bərabər olacaq. İndi potensial enerji maksimumdursa, potensial enerji hesablayaram da mgh düsturu ilə, düzdür? Gətirib yerinə qoysam, mgh-da m-imiz 0,5-dir, j-imiz 10-dur, h-ımız da 1 metrdir. Deməli, 5 joule. Potensial enerji 5 joule-dur. Bəs tam enerji nəyə bərabər olacaq? Y tam bərabərdir. Y potensial üstə gəlsin, Y kinetikə. Potensial 5-dir, kinetik də 0. Deməli, tam enerji də 5 joule bərabərdir. B variantına baxaq. Kürə yer səthindən 0,5, daha doğrusu, kürə yer səthindən 0,4 metr hündürlükdə olarkən, onun kinetik enerjisi nəyə bərabərdir? Aha, B variantına diqqət edək. Hündürlüyü verib bizə 0,4 metr. Amma bizdən soruşur kinetik enerjisi nə qədər olar? Uşaqlar, biz əvvəlcə potensialı tapaq. mgh düsturundan. M-imiz 0,5-dir, J 10-dur, H-ımız da 0,4. Edəcək 2 joule. Potensialı bildikdən sonra tam enerjidən potensialı çıxaram, kinetiki taparam. Bax belə, özümüzü çox da çətinə salmağa ehtiyac yoxdur. Y kinetik bərabərdir, Y tam çıxılsın Y potensiala bərabərdir. 5 çıxılsın 2, 3 joule. Yəni, bu şəkildə həll etmiş olaraq. Və C variantı, kürə yer səthinə dəydiyi anda potensial, kinetik və tam mexaniki enerjisini hesablayacaq. Yer səthinə dəydiyi anda, fikir verin, dəydiyi anda H bərabərdir 0 olur. Amma sürəti isə maksimum olur, ən çox. Məhz bu baxımdan da cisim yerə dəydiyi anda C variantını buradan yazıram.
Y potensial sıfıra bərabər olacaq. Y kinetik hələ potensialın əvvəlki birinci maksimum olduğu andakı qiymətinə, yəni 5 joula bərabər olacaq. Y tam da bərabərdir. Y potensial plus Y kinetikə. Bu dəfə isə potensial enerji sıfırdır, kinetik enerji 5. Demək ki, tam enerji 5 joula bərabərdir. Bu şəkildə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi uşaqlar, öz gələcəyinizin memarı siz özünüzsünüz. Əziz uşaqlar, bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.